Gəlin başlayaq. Deməli, birinci, bir də ikinci mövzunu keçəcəkdik elə. Əvvəlcə bir şey deyim. Kurikulum nəyə deyilir? Kurikulum. Sonra müəllimə, kurikulum nəyə deyilirdi yadınızda? Yəni, kurikulum konseptual sənəddir. Kurikulum təhsilin məzmunu, qiymətləndirilməsi, bir də təşkilini özündə əks etdirən konseptual sənəddir. Aha. Kurikulum qısaca təhsil proqramı deməkdir. Bəli. 3 hissədən ibarətdir. Məzmun, təşkil, bir də qiymətləndirmə. Məzmun nədir? Adından göründüyü kimi. Yəni, biz tam görünmürük. Tam görünmür. Bəlkə sizin əlinizdəyib. Yox, görünürük. Yəni, kameranı elə qoymuşsunuz ki, ikinci hissəsi yazdıqlarınız görünmür. Doğrudan. Sonra müəlliməsi də görünür. Ateşdən vur, böyüt. Ancaq müəllimin səhifəsi böyüsün səndə. Orada var. 3 nöqtə var orada. 3 nöqtəni basın, tam ekran edin sözü var. Müəllimin kamerasının üstünə vurun. Vəsə. Düzəldi? Bəli, müəllim, düzəldi. Yaxşı. Kurikulum qısaca təhsil proqramı deməkdir. Təhsil proqramını müəllim nə etməlidir? Şagirdlərə mənimsətməlidir, düzdür? İçərisində olan dərsləri şagirdlərə izah etməlidir. 3 hissədən ibarətdir. Məzmun, təşkil, qiymətləndirmə. İzah edəndə, başa salanda əvvəlcə nə edir? Dərsin məzmununu şagirdlərə ötürür, izah edir, düzdür? Birinci məzmun. Məzmun deyəndə onda nə başa düşəcək? Müəllimin şagirdə nə öyrədəcəyi və yaxud da şagirdin nə öyrənəcəyi. Müəllim dərsin məzmununu şagirdlərə izah edir axı. Şagirdlərin öyrəndiyi məzmun burada nəzərdə tutulur. Yaxşı, bəs təşkil nədir? Görəsən müəllim bu dərsi başa salanda hansı formadan istifadə edib? Hansı metoddan, hansı iş üsulundan, iş formasından istifadə edib? Dərsini necə təşkil edib? Təşkil deyəndə də o başa düşülür. Yaxşı, bəs qiymətləndirmə nədir? Bu dərsin sonunda şagirdlər hansı biliklərə nə dərəcədə nail olub? Baxın, təhsil alanların, yəni şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Səviyyəsi ölçülür. Görüm şagird nə dərəcədə mənimsəyib izah elədiyim dərsi. Aydındır? Başa düşdünüz bu üç hissəni? Bəli. Yaxşı, onda keçək təhsil formalarına. Bir var təhsil formaları, bir də var təhsil alma formaları, qarışdırmayaq. Təhsil formaları 3 dənədir. 3 dənə. Oy. Bir dəqiqə. Hə. Formal, lövhə yaxşı görünür? Aha. Formal, qeyri-formal və bir də informal. Aytən müəllimə, hansı rəsmiyə oxşuyur? Hansının ad rəsmiyə oxşuyur? Formal. Bəli. Adından göründüyü kimi rəsmidir. Formaldır, rəsmidir. Sonda rəsmi sənəd verilir. Dövlət sənədi verilir. Qeyri-rəsmi hansı olar? Qeyri-formal. Bəli, qeyri-formal. Qeyri-formalda rəsmi sənəd olmur, rəsmi sənəd verilmir. Formalda rəsmi sənəd verilir, amma qeyri-formalda verilmir. Rəsmi sənəd verən hansı təhsil müəssisələri var? Məsələn, məktəb, universitet. Məktəbdə 9-un sonunda şəhadətnamə verir, 11-in sonunda attestat verir. Həmin hansı ki, o sənədlər dövlət tərəfindən tanınır, rəsmi sənəddir. Universitetin verdiyi diplom tanınır, dövlət sənədidir, rəsmi sənəddir. Amma qeyri-formal isə qeyri-rəsmidir. Ya heç vermir sənəd, ya da verdiyi sənəd dövlət tərəfindən tanınmır. Məsələn, tutaq ki, gedirsiniz 6 aylıq tibb kursuna, tibb kursunda tibb təhsili alırsınız. Aytən müəllimə, sizə verilən o kursdan verilən diplom sizcə dövlət tərəfindən tanınar? Kursun verdiyi diplom. Xeyr. Amma o tibb təhsilini gedib tibb universitetində alsaz, o zaman universitetin verdiyi diplom təbii ki, rəsmi sənəd sayılacaq və formal təhsilə aid olacaq. Amma kursun verdiyi sənəd rəsmi sənəd, dövlət sənədi sayılmır. Özəl müəssisələrdə, çünki ona görə bu dəqiqə kim istəsə kurs aça bilər. Və yaxud da məşğələ. Abituriyentlər məktəbdən əlavə məşğələlərə gedir, hazırlıqlara gedir, repetitor yanına gedir və yaxud da müəyyən kurslara gedir. Bu məşğələ onlara sənəd verir, müəllimlər, repetitorlar həmin uşaqlara sənəd verir, yox. Deməli, bu da hara aiddir? Qeyri-formala.
dərnəklər, istər diplom, istər sertifikat, fərqi yoxdur. Sənəd versələr belə, dövlət sənədi rəsmi sənəd sayılmır. Aydındır? Yaxşı. Yaxşı, bəs informal nədir? Baxın. Formalda dediyi uşaq təhsil almaq üçün məktəbə gedir, universitetə gedir. Qeyri-formalda kursa, məşğələyə, dərnəyə. Yaxşı, bəs informalda hara gedir? İnformalda heç yerə getmir. İnformal özünü təhsildir. Heç yerə getmir. Oturub evdə özün öyrədir. Özün bilikləndirir. Özünü təhsil yolu ilə bir işlərə yiyələnmədir. Burada in sözü ingiliscə daxil deməkdir. Yəni daxildə özü öyrənir, tək öyrənir. Heç yerə getmədən, müxtəlif mənbələrdən istifadə edərək, telefondan, kitablardan istifadə edərək özün bilikləndirir. Aydındır? Tam başa düşdünüz? Bəli. Onda bir sual verim. Deyirəm ki, qeyri-formal təhsil sonda dövlət sənədinin verilməməsi ilə başa çatan təhsil alma formasıdır. Sizcə düz deyirəm, yoxsa səhv deyirəm? Bəli, düz deyirsiniz. Suğra müəllimə, düz deyirəm, yoxsa səhv deyirəm? Necə müəllimə? Qeyri-formal təhsil sonda dövlət sənədinin verilməməsi ilə başa çatan təhsil alma formasıdır. Bəli. Suğra müəllimə. Düzdür? Nə oldu? Sənəd verilmir. Diqqətlə qulaq asın. Qeyri-formal təhsil sonda dövlət sənədinin verilməməsi ilə başa çatan təhsil alma formasıdır. Təhsil formasıdır. Təhsil alma forması deyil. Bəli, təhsil forması, təhsil alma forması deyil, Aytən müəllimə. Aydındır? Mən bildim. Görəcəksiniz ki, Təhsil alma. bəli, görəcəksiniz ki, sözün əvvəli düz gəlir. Tərif düppədüzdür. Amma axırda adamı çaşdırır. Deyir, təhsil formasıdır, yazmayıb ha. Təhsil alma formasıdır yazıb. Orada çaşmayaq, səhv götürəcək. Yaxşı? Təhsil alma formaları 7 dənədir. Gəlin indi bir baxaq. Əyani, qiyabi, distant, evdə, stasionar, sərbəst və fərdi. Bir dəqiqə Sevinç müəllimə gəlib, onu istəyən qəbul edeyim. Deyirəm, mən hər səhv cavab verəndə Türkan müəllimə deyir, heyf mənim vəziyyətimdən. Yox. Sadəcə biraz diqqətli olmaq lazımdır. Valla diqqətli olsaq 100% nəsə göstərə bilərik. Biraz da diqqət. Sabahınız xeyir Sevinç müəllimə. Yaxşı. Gəlin davam edək. Təhsil alma formaları dedik. Hər vaxtınız xeyir Sevinç müəllimə, xoş gördük. Gəlin indi bir baxaq. Əyani nədir? Qiyabi nədir? Əyani mütəmadi olaraq, davamlı olaraq dərsə gedilib gəlinən təhsil alma formasıdır. Mütəmadi olaraq şagird burada davamlı olaraq dərslərə gedib gəlir. Əyanidə. Qiyabi davamlı olaraq dərsə gedib gəlmir burada uşaq. Yaxşı, bəs nə vaxt gedir? Qiyabi təhsil alma formasında təhsil alanda məktəbə nə vaxt gedir? Yalnız imtahandan imtahana. Və bir fərqi də odur ki, əyanidən 1 il artıq keçirilir. Yenə deyirəm, əyani davamlı olaraq dərsə gedilib gəlinən təhsil alma formasıdır. Qiyabi isə davamlı olaraq, mütəmadi olaraq dərsə gedilib gəlinməyən təhsil alma formasıdır. Və əyanidən bir fərqi də odur ki, 1 il artıq keçirilir. Distant nədir? Məsafədən tədris olunan dərsdir. Müəllimlə şagirdin eyni məkanda olmadan aldığı təhsildir. Məsələn, hal-hazırda biz hansı təhsil alma formasından istifadə edirik? Distant. Bəli, distant. Eyni məkanda deyilik və aramızda müəyyən qədər məsafələr var. Məsafədən tədris olunan dərsdir. Yaxşı, bəs məktəb bu üçündən hansında keçirilir? Hansından istifadə edir? Məktəblər. Bəli, yalnız əyani. Qiyabi məktəbdə keçirilmir. Distant da keçirilmir. Amma zəruri hallar baş verərsə, distant keçirilə bilər. Pandemiya dövründə müharibə vaxtı adi COP29 festivalında da distant təhsildən istifadə olundu. Deməli, zəruri hallar baş verdikdə distantdan istifadə oluna bilər. Aydındır? Bəli. Yaxşı, gəlin indi keçək digərlərinə.
Evdə təhsil alma nədir? Açar sözü nə idi Suğra müəllimə? Evdə təhsil almanın açar sözü. SIM, sağlamlıq imkanları məhdud olan Bəli. Baxın, şagirdlər. bəli, məntiqi düşünəndə, baxın, düşünün ki, əgər şagird məktəbə gedib təhsilini ala bilmirsə, məktəbə gedə bilmirsə, evdə alırsa təhsilini, deməli ki, bunun sağlamlığında hər hansı bir problem var, düzdür? Sağlamlığında məhdudiyyət var. Sağlamlıq imkanı məhdud uşaqlar evdə təhsil almadan istifadə edə bilər. Aydındır? Bir də var ki, stasionar. Evdə alınan təhsil, baxın, evdə təhsil alma evdə alınır. Amma stasionar xəstəxanada alınan təhsildir, xəstəxanada. Gəlin indi baxaq necə. Açar sözlərimiz xəstəxana və bir də 21 gündür. Əgər şagird 21 gündən artıq xəstəxanada qalarsa, bu zaman xəstəxana rəhbəri arayış verir və bu xəstəxanaya yaxın ərazidəki məktəbdən bura müəllim göndərilir ki, şagirdə təhsil versin. Yenə deyirəm, əgər şagird 21 gündən artıq xəstəxanada qalarsa, xəstəxana rəhbəri arayış verir və bu xəstəxanaya yaxın ərazidəki məktəbdən bura müəllim göndərilir ki, şagirdə dərs keçsin. Aydındır? Yaxşı, Aytən müəllimə bir sual verim. Əgər bizə belə bir sual düşsə ki, stasionar təhsil alma forması müalicə müddətindən asılı olmayaraq şagirdə verilir. Sizcə doğrudur, yoxsa yanlışdır? Yanlışdır da, 21 gündən artıq olmadı axı. Aha, çox müəllim orada çaşır. Bu 21 gün bizim müalicə müddətimiz deyil axı. Deyil, hə, ondan artıq qalacaqsa, ona ehtiyac var da, yəni. Aha, indi dediyim fikir doğrudur, yoxsa yanlışdır? Müalicə müddətindən asılı olmayaraq bu təhsil şagirdə verilir, düzdür? Deyil, yanlışdır. Nəyə görə? Orada 21 günü qeyd eləməməlidir müəllimə. Baxın, 21 gün şagirdin müalicə müddəti deyil. Müalicə müddəti odur ki, o müddət ərzində bitir və salam xəstəxanadan çıxır. 21 gün qalıb sonra xəstəxanadan çıxır. Yox, çıxmır. Çıxmır. Deməli, bu müalicə müddəti deyil. Bu sadəcə stasionar təhsil almanın şərtidir ki, 21 gündən artıq qalsa ora müəllim göndəriləcək. 20 gün qalıb çıxıb getsə göndərilmir. 10 gün qalsa göndərilmir. Amma 21 gün artıq o xəstəxanada qalırsa, müəllim göndərilir ki, ona dərs keçsin. Amma 21 gündən sonra istəyir 2 ay, istəyir 5 il, istəyir 2 il, fərqi yoxdur. Müalicə müddətindən asılı olmayaraq bu şagirdə təhsil veriləcək. Müalicə müddətindən asılı deyil. Aydındır? Əgər asılı olsaydı, məhdudiyyət olardı. Deyərdi ki, 2 ay ala bilər, 2 il ala bilər və yaxud da 3 il ala bilər. Məhdudiyyət qoyulmayıb. Müalicə müddətindən asılı olmayaraq şagirdə bu təhsil verilir. Aydındır? 21 gün bizim müalicə müddətimiz deyil. Başa düşdünüz? Başa düşdüm. Keçək indi sərbəstlə fərdinə bunu ayrıca izah edəcəm. Ona qədər cavab verin zəhmət olmasa. Dedik, evdə təhsili hansı səbəbdən alır uşaq? Sağlamlıq imkanı məhdud olan uşaqlar. Bəli. Bəs stasionar təhsil almadan hansı səbəbdən istifadə etmək olar? Xəstəxanadan 21 gündən artıq qalırsa, yaxın ərazidən müəllim göndərilməlidir. Bəli. Tamamilə doğru. İndi gəlin baxaq fərdi ilə sərbəstin səbəblərinə. Hansı səbəbdən şagird fərdi ilə sərbəst təhsil almadan istifadə edə bilər? Hansı səbəblərdən? 2 səbəbi var. 2 səbəbi var. Səbəbləri eynidir. Baxın, fərdinin də səbəbləri 2 dənədir, sərbəstin də səbəbləri 2 dənədir. Təbii ki, müəyyən fərqləri var. Birinci səbəbi odur ki, şagird müxtəlif səbəbdən, baxın, müxtəlif səbəbdən təhsildən kənarda qalıb. Müxtəlif səbəbdən təhsildən kənarda qalanlar var. Bir də xüsusi bacarıqları olanlar var. Bu 2 səbəb ikisində də eynidir. Yəni, xüsusi bacarıqları olan şagirdlər həm fərdi təhsil almadan istifadə edə bilər, həm sərbəstdən istifadə edə bilər. Müxtəlif səbəbdən təhsildən kənarda qalanlar. Məsələn, 6-cı sinifdə çıxıb gedib, baxın, 6-cı sinifdən valideyni uşağı çıxardıb məktəbdən. Müəyyən səbəblərə görə köçürlər xaricə. Nə baş verir? Təhsildən kənarda qalır şagird. 6-dan çıxıb gedir axı, uzaqlaşır. Təhsil səviyyəsini yarımçıq qoyub çıxır gedir. Düzdür? Müəyyən müddətdən sonra qayıdır. Məsələn, 4 il sonra qayıdır.
4 ildən sonra bu uşaq neçənci sinifdə oxumalıdır? Onda. Birbaşa onda oxuya bilər? Yox. Xeyr. Bəli. Əgər bu uşaq gəlib mənə desə ki, mən təhsilimi davam etdirmək istəyirəm, sonra müəllimə hansı təhsil almadan istifadə edəcək? Fərdi. Bəli. Fərdi təhsillə. Bəli, fərdi. Nəyə görə? Çünki bu uşaq təhsilini davam etdirmək istəyir. İtirdiyi illəri 7, 8, 9, 10 bu itirdiyi illərin təhsilini almaq istəyir. Dərsdə oturmaq istəyir, dərs almaq istəyir. Fərdinin açar sözü, əsas açar sözü dərslərdir. Sərbəstdə isə imtahandır. Nəyə görə bulardır? Çünki hər iki səbəbdən. Şagird fərdidə, dərslərdə oturur, sərbəstdə isə imtahan verir. İndi gəlin baxaq. 6-dır, 6-dan çıxıb gedib 4 il sonra qayıdır. Əgər mənə desə ki, mən təhsilimi davam etdirmək istəyirəm, itirdiyim illərin təhsilini geri almaq istəyirəm, fərdini seçəcək. Gedəcək fərdi dərslərdə oturacaq. Nə üçün? Təhsilini davam etdirmək üçün. Aydındır. Əgər bu uşaq 4 ildən sonra qaydanda mənə desə ki, mənə işləmək üçün sənəd lazımdır, attestat lazımdır məsələn. Şəhadətnamə lazımdır. İşləmək üçün sənəd lazımdır. Əgər bu uşağa sənəd lazımdırsa, gedib dərslərdə oturmayacaq. 3 il, 4 il vaxt itirməyəcək. Bir dənə sənəd üçün gedib dərslərdə oturmayacaq. Nə etmək istəyir? Sənəd lazımdırsa, bəli, sərbəst biliklərindən istifadə edir, imtahan verir. Nə üçün? Sənəd almaq üçün. Sərbəstin sığsı... İlhamdakı kimi də eksternat imtahanı verir. Bəli, ay sağ ol. Sərbəstin sığsı, sənədin sığsı, sığ. Yadımızda qalar. Aha. Bir də var xüsusi bacarıqları olanlar. Əgər şagirdin xüsusi bacarıqları varsa, məsələn 7-dir, 7-ci sinif uşağıdır, amma 8-ci sinifin biliklərini də bilir. 8-ci sinifin bütün fənlərinin biliklərini bilir. Bu uşaq nəyə görə burada vaxt itirmək istəsin? Bir il artıq oxuyar, boş-boşuna oturub 8-i oxuyar? Yox. Yenə də sərbəst biliyindən istifadə edib imtahan verəcək. Nə üçün? Sinifdən sinifə atlamaq üçün. 7-dən 9-a keçmək üçün. Aydındır? Bunu da açar sözün yazaq. Burada da nə ilə başlayır? S-la. S-lar. S, sinifdən sinifə atlama. Yaxşı. Bəs əgər 7-dir, 7-ci sinif şagirdidir, məsələn tutaq ki, riyaziyyatdan xüsusi istedadı var. Bu riyaziyyatdan xüsusi istedadı olan uşaq imtahan verib sinifdən sinifə atlaya bilər? Xeyr, yəqin ki, o birisi fənlərdə verməlidir. Ay, sağ ol, bəli. Çünki o biri fənlərdən istedadı yoxdur axı. Yalnız bir fəndən. Onda deyəcək ki, bir və ya bir neçə fəndən xüsusi istedadı uşağın olarsa, bu zaman fərdidən istifadə edir. Yaxşı, bəs nə üçün fərdidən istifadə edir? Gedir fərdi dərslərdə oturur. Nə üçün? Bacarıqlarını daha da inkişaf etdirmək üçün. Müəllim görür ki, riyaziyyat müəllimi, sinifində olan hər hansı bir uşağın riyaziyyatdan xüsusi istedadı var. Görməzdən gəlmir. Gedir onun üçün fərdi dərslər təşkil edir ki, o uşağın o bacarığı daha da inkişaf etdirilsin. Aydındır? Tam başa düşdünüz bunu? Gəlin bir dəfə də ümumiləşdirək. Fərdi ilə sərbəsti hansı səbəblərdən ala bilər uşaq? Müxtəlif səbəbdən təhsildən kənarda qalarsa və bir də xüsusi bacarıqları olarsa. Müxtəlif səbəbdən təhsildən kənarda qalıb, yəni təhsil səviyyəsini, hər hansı bir səviyyəsini atıb, yarımçıq atıb, buraxıb, çıxıb gedib. Müəyyən müddətdən sonra, lap 4 il sonra və yaxud da 10 il sonra 21 yaşı olsa, 22-23 yaşında belə olsa, bu uşaq bunlardan istifadə edə bilər. Əgər gəlib mənə desə ki, mən təhsilimi davam etdirmək istəyirəm, fərdini seçəcək. Gedəcək, dərslərdə oturacaq, təhsilini davam etdirəcək. Əgər mənə desə ki, mənə sənəd lazımdır, sərbəsti seçəcək, sərbəst biliklərindən istifadə edəcək. İmtahan verib sənəd almaq üçün. Aydındır, imtahan verəcək sənəd almaq üçün. Bir də fikir verirsinizsə, fərdidə vaxt gedir şagird dərslərdə oturur. Amma sərbəstdə vaxt itkisi yoxdur. Vaxt itirmək istəmir buradakı uşaq. Ya sənəd alır, birbaşa imtahana girib sənəd alır, ya da ki, sinifdən sinifə atlamaq istəyir. Vaxt itkisi yoxdur. Sinifdən sinifə atlamaq nədir? Vaxtından tez təhsil səviyyəsini başa vurmaqdır. Aydındır. Xüsusi bacarıqları olanlar bəs nə vaxt fərdini nə vaxt sərbəst ala bilər?
Əgər bir və ya bir neçə fəndən xüsusi istedadı olarsa, bu zaman fərdi dərslərdə oturacaq ki, bacarıqları daha da inkişaf etdirilsin. İndi müəllim istəsə onu olimpiyadaya göndərə bilər, yarışlara göndərə bilər. Məqsədi yenə də nədir? Bacarıqları inkişaf etdirmək. Yaxşı, sərbəstdən nə vaxt istifadə eləyər? Xüsusi bacarıqları olarsa, 7-dir, 8-i də bilir, 9-a keçir. İmtahan verir sinifdən sinifə atlamaq üçün. S. Aydındır? Yaxşı. Sevinc müəllimə, Suğra müəllimə yadınıza düşür? Allah bilir Sevinc müəllimə, Suğra müəllimə orada hansı işlə məşğuldur. Biri qab yuyur, biri yemək bişirir. Təkrar olanda belə olur. Vallahi. Yox, əsasən müəllimə. Əsas sizsiniz də, ümidim sizədir. Əlimi üzmüşəm biri Sevinc müəllimə, Suğra müəllimə. Aha, gəlin baxaq indi pillə və səviyyə. Pillə, baxın, pillə deyəndə ağlınıza müəssə gəlsin, müəssə. Sizcə müəssə böyük anlayış olar, yoxsa kiçik anlayış olar? Böyük olar da yəqin. Bəli. Yox. Bəli. Böyük. Pillə böyük anlayışdır. Müəssə nəzərdə tutulur. Ağlınıza müəssə gəlsin. Müəssə ilə əlaqələndirin. Pillə böyük anlayışdır. Səviyyə amma kiçik anlayışdır. Səviyyə pillənin içərisində yer alır. Yəni müəssisənin içərisində yer alır. Necə? Məsələn, adi bir misal çəkim, indi sırayla ardıcıllıqla başa salacağam. Məsələn, məktəb. Məktəb nədir? Müəssisə. Düzdür? Məktəb mənim nəyim olar? Müəssisədirsə pilləm. Məktəbin içərisində şagird hansı səviyyələrdən, etaplardan keçir? Siniflərdən keçir. Düzdür? 1-dən 4-ə, 5-dən 9-a, 10-11-ci siniflər. Bunlar artıq şagirdin keçdiyi səviyyələrdir. Aydındır? Belə düşünün də, pilləkəndir, pilləkəndir və bunlar da onun səviyyələridir. 1, 2, 3, 4 pilləkən, yəni səviyyədən ibarətdir. Pillə ilə səviyyə onda elədir. Müəssisənin içərisində şagirdin keçdiyi etaplar, səviyyələr. Aydındır? Təxmini başa düşdünüz? Bəli. Yaxşı, indi gəlin bir-bir baxaq. Uşaq, ən birinci hansı müəssisəyə qoymaq olar uşağı? Ən birinci. Bağçaya. Bəli. Bağça olacaq burada məktəbə qədər. Məktəbə hələ gedib çıxmayıb ha. Məktəbə qədər olan pillədir. Məktəbə qədər. Bu bizim bağçamız. Səviyyəsi yoxdur. Uşaq orada hər hansı bir səviyyələrdən, etaplardan keçmir. İkinci. Bağçadan sonra hara gedir? Bağçadan sonra məktəbə. Bəli. Məktəbə deyəcək ümumi təhsil. Ümumi təhsil bizim məktəbimizdir. Məktəbin içərisində uşaq hansı səviyyələrdən keçir? İndi bir-bir səviyyələrinə baxaq. Əvvəlcə hazırlığa gedir. Necə? Aha. Hə, heç elə bildim sinifləri nəzərdə tutursunuz. Hə, indi sinifə keçəcək. Əvvəl hazırlığa gedir. Artıq məktəbə gəlib çıxıb 5 yaşlılar 1 il hazırlığa gedir. Hazırlıqdan sonra artıq keçir siniflərə. İbtidai təhsil hansı siniflər? 1, 4. 4. Ümumi orta 5-dən 9-a və bir də tam orta 10-11-ci siniflər. Aydındır? Deməli dedik, məktəbə qədər bağçadır. Məktəbə hazırlıqla qarışdırmayaq bunu. Məktəbə qədər, hələ məktəbə gəlib çıxmayıb, bağçadır, səviyyəsi yoxdur. Ümumi təhsil məktəbdir, pilləmizdir. Yaxşı, bəs içərisində hansı səviyyələr var? Məktəbə hazırlıq, artıq burada məktəbə gəlib çıxıb uşağa hazırlıq verilir. 5 yaşlılar. İbtidai təhsil 1-dən 4-ə, ümumi orta 5-dən 9-a, tam orta 10-11. Yaxşı, məktəbdən sonra, baxın, fikir verirsinizsə, bağça, sonra məktəb aşağıdan yuxarıya doğru gedir. Azdan çoxa doğru, aşağıdan yuxarıya, bağça, sonra məktəb, sonra hansı müəssisə gələr sizcə? Orta ixtisas peşə məktəbləri ola bilər, düzdür? Bəli. Aha, orta ixtisas yox, amma peşə məktəbləri bəli olar. Üçüncü, peşə məktəbidir. Deyəcək buna peşə ixtisas təhsili. Peşə məktəbləri nəzərdə tutulur. Hansı səviyyələri var? 3 səviyyəsi. İlk peşə, texniki peşə,
və bir də yüksək texniki peşə. Yüksək texniki peşə. Bunları qarışdırmamaq üçün iş dildə indi məsələn sual qoyulur ki, pillə ilə səviyyələri ayırd elə. Qarışdırmamaq üçün necə baxacaq? Pillə, baxın, peşə sözü harda gəlib? Ən birinci gəlib. İlk gəlib, düzdür? Birinci gələn mənim pilləmdir. Amma digərlərinə baxın, peşə sözü ortada gəlib. Ortadadırsa səviyyədir. Səviyyədir. Bəli. Aydındır. Birinci gələn pillədir, ortada gələn səviyyədir. Əgər sizə ortada gələn verilsə, deyəcəksiniz səviyyədir. Bu səviyyənin pilləsini soruşsa, onda peşə sözünü atın əvvələ. Birinci deyəndə pillə olur axı. Peşə ixtisas desəz, artıq bu olacaq pilləmiz. Aydındır. Peşə məktəblərindən sonra gəlir kolleclər, orta ixtisas. Olur kollec. Kolleclərdə yalnız subbakalavrlar təhsil alır. Subbakalavr. Yalnız subbakalavr. Düzdür. İkinci bunun səviyyəsi yoxdur ki. Yalnız subbakalavr olduğuna görə səviyyəsi yoxdur deyəcək. Aydındır. Bölünmür axı. Ona görə mən bunu səviyyələrə bölə bilmərəm. Sadəcə subbakalavrlar nəzərdə tutulur. Necə ki, bağçada yalnız uşaqlar nəzərdə tutulurdu. Burada da subbakalavrlardır. Və sonuncu, 5-ci pilləmiz. Sizcə hansı olar? Hansı müəssisə olar? Ali məktəb. Ay, sağ ol, bəli, ali təhsil. Ali təhsil bizim universitetimiz müəssisə olaraq. Yaxşı, bəs hansı səviyyələrdən keçir tələbə? Əvvəl bakalavrı bitirir, sonra magistri bitirir, sonra doktorantura gəlir. Aydındır. 3 dənə səviyyədən keçir. Bakalavriyat, magistratura, doktorantura. Aydındır. Vəssalam, bu qədər. Belə deyim də, bu pillə və səviyyələri ardıcıllıqla bilməlisiniz mütləq. Çünki sabahsı gün testdə düşə bilər ki, 2-ci pillənin 3-cü səviyyəsi hansıdır? 5-ci pillənin 2-ci səviyyəsi, 3-cü pillənin 3-cü səviyyəsi hansıdır? Yəni biz bunları ardıcıllıqla aşağıdan yuxarıya doğru bilməliyik ki, sadədən mürəkkəbə. Bilməliyik ki, qarışdırmayaq. Yaxşı? Yaxşı, onda sual verim. Ümumi orta pillədir yoxsa səviyyədir? Ümumi orta səviyyədir. Hansı pillənin səviyyəsi? Ümumi təhsil məktəbi. Ay, sağ ol. Orta ixtisas? Orta ixtisas dediniz ki, orada səviyyə yoxdur. Pillədir. Bəli. Pillədir, amma səviyyəsi yoxdur. Bəli. Həm də, baxın, orta sözü birinci gəlib. Birinci gəlibsə bu nədir? Pillə. Pillə. Ümumi orta. Orta sözü harda gəlib? İkinci gəlib. Nədir bu? Səviyyə. Tam orta. İkinci gəlib. Səviyyə. Amma orta ixtisasın səviyyəsi deyil ha. Ümumi təhsilin səviyyəsidir. Aydındır. Yaxşı. Keçək onda hüquq və vəzifələrə. Hüquq nədir? Vəzifə nədir? Yadınızda saxlayın. Hüquq istəkdir. İstəkdən asılıdır. İstəsəm edərəm, istəməsəm etmərəm. Vəzifə nədir? Vəzifə borcdur. Eləməliyəm. Eləməlisən. Borcdur. Hamıya şamil olunur. Hamıya şamil olunur. Hər kəsə. Hüquq amma istəkdir. İstəkdən asılıdır. Hüququn bəzi açar sözlərini verəcəm. Seçmək. Seçmək sözü varsa, onda avtomatik düşünək ki, insan istədiyin seçə bilər də, düzdür? İstədiyin seçir, istəkdən asılı bir şeydir. Onda seçmək hüququn açar sözüdür. Könüllü. Könüllü nə deməkdir? Könüllü istəsə eləyər, istəməsə eləməz. Könüllüdür. İstəsə edər, istəməsə etməz. İstəkdən asılıdırsa hüquqdur. Tələb etmək. Tələb etmək nə deməkdir? O da istəmək. Kimdənsə nəyisə tələb eləyirsən, istəyirsən. Tələb etmək, istəmək nədir? Hüquq. İstəkdən asılıdırsa, istəklisə hüquqdur. Və bir də ödənişsiz. Ödənişsiz, pulsuz sözü harda görsək, hüquq götürəcək. Aydındır? Ödənişsiz, pulsuz harda olsa hüquq. Bir də bir şey nəzərinizə çatdırım. Adı üstündə, əgər bir insana müəllim adı verilibsə, o, müəyyən işləri yerinə yetirməlidir. Çünki ona müəllim adı verilib. Dövlət buna görə ona maaş ödəyir. Pul, belə deyək də, vəsait ayırıb. Və yaxud da şagird. Əgər bir insana, uşağa şagird adı verilibsə,
o da öz şagirdlik öhdəsindən düşən işi, vəzifəni yerinə yetirməlidir. Həmçinin valideynə də aiddir. Aydındır? İndi gəlin düşünək. Məsələn, deyirəm ki, təhsil alanlara keyfiyyətli təhsil vermək kimin nəyi olar? Hüquqdur. Düşünək. Təhsil alanlara keyfiyyətli təhsil vermək. Təhsil verənin borcudur da. Ay, sağ ol, bəli. Təhsil verənin vəzifəsidir, borcudur, vəzifədir. İstəsəm verərəm, istəməsəm vermərəm deyə bir şey yoxdur. Adı üstündə müəllim adı verilib ona. Təhsili verməlidir şagirdlərə, düzdür? Keyfiyyətli təhsil vermək vəzifədir. Yaxşı, bilik, bacarıq vərdişlərə yiyələnmək bəs. Bilik, bacarıq vərdişlərə. Ay, sağ ol, adı üstündə şagirddir, ona ötürülən biliyə, bacarığa yiyələnməlidir, öyrənməlidir. Əgər mən bunu hüquq kimi qoysam, onda 10 uşaqdan 9-u oxumayacaq. Deyəcək, istəsəm eləyərəm, istəməsəm oxumaram. Mənim belə bir hüququm var. Deyə bilər, deyə bilər. Amma bu vəzifə kimi qoyulub. Hamıya şamil olunur ki, şagirdlər bilik bacarıqları yiyələnməlidir. Tapşırıqları vaxtında yerinə yetirmək. Şagirdin vəzifəsidir. Ay, sağ ol, şagirdin vəzifəsidir. Üzürsüz səbəbdən dərsdən gəlmə hallarına yol verməmək. O da vəzifəsidir. Bəli, o da vəzifəsidir. Tamamilə doğrudur. Yaxşı. Sağlam həyat tərzi keçirmək. Hüququdur. Baxır. Sağlam həyat tərzi keçirmək. Tərzi deyirəm. Burada xəstəlikdən söhbət getmir. Təbii ki, xəstəliklər bizim əlimizdə olan bir şey deyil. Həyat tərzi keçirmək isə zərərli vərdişlərdən istifadə deməkdir. Alkoqoldan, spirtli içkilərdən, siqaretdən, yəni bu kimi zərərli vərdişlərdən istifadə nəzərdə tutulur. Sizcə uşaqlara belə bir şey icazə vermək olar? Hüquq kimi qoymaq olar onu? İstəkdən asılı bir şey deyil axı bu. İstəkdən asılı ola bilməz. Əgər biz bunu hüquq qoysaq, onda bu dəqiqə hamı əlində siqaret çəkər. Spirtli içkilərdən istifadə edir. Deyəcək, mənim belə bir hüququm var. Olmaz. Hamıya, bütün şagirdlərə şamil olunur ki, vəzifə kimi qoyulub ki, sağlam həyat tərzi keçirmək şagirdin vəzifəsidir. Aydındır? Bəli. Zərərli vərdişlərdən təhsil alanları çəkindirmək. Kimin nəyi olar? Müəllimin vəzifəsi. Bəli, müəllimin vəzifəsidir. Əgər müəllim görsə ki, şagirdlərdən hər hansı biri siqaret çəkir, görməzdən gəlməməlidir. Müdaxilə etməlidir. Əgər görməzdən gəlirsə, təhsil alanı zərərli vərdişlərdən çəkindirmək vəzifəsini pozmuş olur. Aydındır? Yaxşı. Əməkdaşlığa baxaq. Nə vaxt hüquq, nə vaxt vəzifə olur. Əgər canlı arasında əməkdaşlıq məndən soruşularsa, bu olacaq vəzifə. Cansızla canlı arasında olarsa, bu olacaq hüquq. Məsələn, məktəb rəhbəri ilə müəllim arasında əməkdaşlıq sizcə hüquq olar, yoxsa vəzifə olar? Hüquq. Məktəb rəhbəri canlıdır, yoxsa cansızdır? Canlıdır. Hə, məktəblə də eşitdim mən. Yox. Məktəb rəhbəri canlıdır, insandır, müəllim də canlıdır. Deməli, canlı vəzifə. Bəli. Psixoloqla direktor arasında əməkdaşlıq. Vəzifədir. Bəli. Müəllimin həmkarları ilə əməkdaşlığı. Vəzifədir. Bəli. Təhsil müəssisəsi ilə valideyn arasında əməkdaşlıq. Müəssisədirsə, onda hüquqdur. Ay, sağ ol. Çünki təhsil müəssisəsi deyəndə ağlımıza bina gəlir, müəssisə gəlir. Bu cansızdır. Müəssisənin içərisindəkilər deyilmir ki, müəssisədirsə, müəssisə yəni valideyn hüququdur. Tamamilə doğrudur. Qarışdırmayacaq bunları. Həqiqi. Canlı ilə canlı. Bir dənə bunu yadda saxlayın. Canlı, insanlar arası münasibət, əməkdaşlıq vəzifədir. Dava qırğın olmaz, dalaşmaq olmaz. Ona görə də insanlar arası əməkdaşlıq vəzifə, cansızla canlı arasında əməkdaşlıq hüquqdur. Bir də ixtisas məsələlərinə baxaq. Burada da daha çox qarışdırırlar. İxtisasını artırmaq var. Yeni ixtisas almaq var. Və bir də ixtisas dərəcəsini yüksəltmək var. İxtisas dərəcəsini yüksəltmək. İxtisasını artırmaq. Baxın, əgər mənə birbaşa ixtisasını artırmaq verərsə, birbaşa ixtisasını artırmaq deyirsə, burada ixtisas biliyini artırmaq nəzərdə tutulur. Biliyi artırmaq sizcə müəllimin hüququ olar, yoxsa vəzifəsi olar?
Vəzifəsi. Ay sağ ol. Bəli, vəzifədir. Yeniliklərdən xəbərdar olmalıdır müəllim. Yeni biliklər əlavə olunarsa, yeniliklər olarsa onu öyrənməlidir. Biliyini artırmalıdır. İxtisas artırmaq vəzifədir. Yeni ixtisas almaq burada artıq yeni sözü var. Yeni ixtisas almaq hamıya borc kimi şamil olunmur. İstəkdən asılıdır. İstəsə yeni ixtisası alar, istəməsə almaz. Düzdür? Bu olur hüquq. İstəkdən asılıdırsa hüquqdur. Məsələn, tutaq ki, riyaziyyat müəllimidirsə, heç kim onu məcbur eləmir gedib informatikadan da yeni ixtisas alsın. Yeni ixtisas almaq istəkdən asılıdır. İstəsə alar, istəməsə almaz. İxtisas dərəcəsini yüksəltmək. Bu da istəkdən asılıdır. Bəli, bəli, bu da istəkdən asılıdır, hüquqdur. Əgər siz bakalavr bitirmisinizsə, sizi heç kim məcbur eləmir ki, gedib magistrda bitirəsiniz. Magistr bitiribsə, məcbur eləmirlər gedib doktoranturanda bitirsin. Aydındır, istəkdən asılı bir şeydir. Ona görə də dərəcə yüksəltmək deyirsə, hüquqdur. Amma burada sadəcə ixtisasını artırmaq deyirsə, bu artıq vəzifədir, çünki ixtisas biliyini artırmaq nəzərdə tutulur. Aydındır? Aha. Yaxşı. Gəlin baxaq nəyə. Sizcə dövlət siyasətinin həyata keçirilməsində, ümumi təhsildə dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək müəllimin nəyi olar? Borcudur. Bəli, borcudur. Siyasət. Aha, çünki siyasət deyəndə, dövlət siyasəti deyəndə ağlımıza ölkələr arası, dövlətlər arası siyasət gəlməsin. Siyasət bilirsiniz nədir? Orada bizə vurğulayır axı ümumi təhsil pilləsində. Yəni məktəbin içərisində siyasətdən söhbət gedir. Məktəbin içərisində də nə siyasət ola bilər? Bayaq dedim, müəllim təhsil proqramını şagirdlərə mənimsətməlidir, düzdür? Bu təhsil proqramını mənimsətsə müəllim, elə siyasətin həyata keçirilməsində iştirak etmiş sayılır. Aydındır? Ona görə də ümumi təhsil pilləsində dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək müəllimin vəzifəsidir. Yaxşı. Davranış, daxili intizam qaydalarına əməl etmək. Daxili nizam-intizam qaydalarına əməl etmək. Əgər bu qaydadırsa, qaydalar nə üçün tərtib olunur? Hamının əməl etməsi üçün, düzdür? Hamıya şamil olunur. Qaydalara əməl etmək vəzifədir. Yaxşı, bəs kimin vəzifəsi? Məktəbin daxilində olan daxili nizam-intizam qaydalarına əməl etmək həm müəllimin, həm şagirdin, həm də valideynin vəzifəsidir. Yaxşı, bəs etik davranış qaydalarına əməl etmək nədir? Etik davranış qaydalarına müəllimə aiddir. Bəli, ay sağ ol. Siz etik davranış qaydalarının izahında var idiniz da? Bəli. Bəli. Orada nə demişdik? Yalnız bütün təhsil müəssisələrində işləyən müəllimlərə şamil olunur. Yalnız müəllimlərə. 7 dənə etik davranış qaydası var idi. Ancaq müəllimlərin əməl olunması üçün tərtib olunub bu qaydalar. Deməli, müəllimin vəzifəsidir. Aydındır? Pedaqoji etika normalarına əməl etmək. Bu kimin nəyi olar? Pedaqoji. Aha, pedaqoji etika normalarına əməl etmək. Şagird aiddir. Yox, düşünək. Pedaqoji söz var axı. Pedaqoji. Etika müəllimlərə aiddir də müəllim. Bəli, pedaqoji sözü oradan bildirir ki, bizə sözün kökü pedaqoqdur, müəllimlərə şamil olunur. Yaxşı. Övladlarının dərsə davamiyyəti haqqında məlumat almaq. Kimin nəyi olar? Valideynin. Valideynin hüququdur. Ay, sağ ol. Məlumat almaq valideynin hüququdur. Çünki hamı valideyn iclasına gəlməyə də bilər. Düzdür? Yaxşı, bəs təhsil alanının dərsə davamiyyəti haqqında məlumat vermək. Vermək müəllimin vəzifəsidir. Ay, sağ ol. Bəli, məlumat vermək müəllimin vəzifəsidir. Yaxşı. Demək olar ki, içinə qalmadı. Biliyin yenidən qiymətləndirilməsini tələb etmək. Yenidən qiymətləndirməni tələb etmək. Bu valideynin də hüququ ola bilər, şagirdin də, düzdür? Yox, müəllimin niyə? Qiymətləndirməni kim istəyir məktəbdə? Şagird. Yenidən qiymətləndirməni... Deyirəm, valideyn də ola bilər, şagird də. Yox, yalnız şagirdin. Şagirdin hüququdur. Yalnız qiymətləndirməni şagird istəyə bilər. Məsələn, müəllim şagirdə qiymət verib, qiymətləndirmə keçəndə şagird qiymətindən narazıdır, razı deyil. Bu zaman şagird müəllimdən istəyə bilər ki, onu yenidən qiymətləndirsin. Müəllimdən istəyir, tələb eləyir. Şagirdin hüququdur. Amma biliyin yenidən qiymətləndirməsini həyata keçirmək desə bəs necə?
Biliyin yenidən qiymətləndirməni həyata keçirmək müəllimin vəzifəsidir. Ay, sağ ol. Bəli, qiymətləndirməni həyata keçirmək müəllimin vəzifəsidir. Tamamilə doğrudur. Yaxşı. Bir var hörmətlə yanaşmaq, bir də var hörməti tələb etmək. Sizcə hörmət etmək, hörmətlə yanaşmaq hüquq olar yoxsa vəzifə olar? Hörmətlə yanaşmaq vəzifə olar. Ay, sağ ol. Çünki insanlar arası əməkdaşlıq vəzifədə axı. Gərək bir-birlərinə hörmət eləsinlər ki, əməkdaşlıqla yaransın da, düzdür? Hörmətlə yanaşmaq, hörmət etmək vəzifədir. Amma qarşındakı insandan hörməti tələb etmək, o artıq istəyirsən də, düzdür? İstəkdir. İstəkdirsə hüquqdur. Məsələn, tutaq ki, pedaqoji işçilərə hörmət və ehtiramla yanaşmaq kimin nəyi olar? Pedaqoji işçilərə Hörmət və ehtiramla yanaşmaq. şagirdlərin vəzifəsidir. Ay, sağ ol. Yaxşı, bəs şərəf və layiqətinə hörmətlə yanaşılmasını tələb etmək. Müəllimin hüququdur. Müəllimin də hüququdur, şagirdin də hüququdur. Çünki hamı istəyir ki, qarşısındakı insan ona hörmət eləsin, düzdür? İki tərəfli hüquqdur. Tədrisin forma, metodu, vasitələrini sərbəst seçmək. Tədrisin forma, metod. Tədrisin forma, metodun. Kim seçir? Müəllimin hüququdur. Ay, sağ ol, bəli. İstədiyin seçir. Çünki hər bir müəllimin öz dərs keçmə metodu var. İstifadə etdiyi iş suları, iş formaları var. Bu özündən asılıdır. Hansını istəsə istifadə edə bilər. Bu da onun hüququdur, istəyidir. Yaxşı. Mükafatlandırılmaq və təltif olunmaq. Müəllimin hüququ olar yoxsa vəzifəsi olar? Hüququ olar da, istəyir axı. Ay, sağ ol, bəli. Yaxşı, bəs seçkili vəzifələrə seçmək, seçilmək? Seçkili vəzifələrə seçmək, seçilmək. Onu da istəyir də, yəqin ki, o da hüquqdur. Ay, sağ ol, bəli. Dərsliklərlə pulsuz təmin olunmaq. O da onun hüququdur. Dərsliklərlə kim təmin olunur? Şagirdlər. Bəli. Kimin hüququ olar? Şagirdin hüququ. Şagirdlərin hüququ. Bəli. Pulsuz tədris metodik vəsaitlərlə təmin olunmaq bəs? O da şagirdin hüququdur. Tədris metodik vəsaitlə şagird təmin olunur? Yox, müəllim. Ay, mən öz cümlənin haqqında fikir vermək. Ay, sağ ol. Ona görə diqqətli olmaq lazımdır. Diqqətlə qulaq asmaq lazımdır. Pulsuz tədris metodik vəsait deyirsə, tədris metodik vəsait müəllimdə olur. Ona görə müəllimin hüququdur. Dövlət, cəmiyyət özü qarşısında məsuliyyətini dərk etmək. Şagirdin məsuliyyəti dərk etmək hüquq olar yoxsa vəzifəsi olar? Vəzifəsi olar. Bəli, çünki dərk etməlidir. Ay, sağ ol. Çünki məsuliyyəti olmasa nə tapşırıqları yerinə yetirər, nə dərs öyrənər, nə davranış qaydalarına əməl eləyər. Ona görə də məsuliyyətini dərk eləməlidir, vəzifədir. Yaxşı. Təhsil alanların hüquqlarını müdafiə etmək. Valideynin hüququ olar yoxsa vəzifəsi olar? Təhsil alanların hüququ olar. Ay, sağ ol. Çünki hüquqlarını müdafiə edir. Bəli, hüquqları müdafiə hüquqdur. İstəsə gedər, övladının hüquqlarını qoruyar, istəməsə qorumaz. Haqq versə qoruyacaq, haqq verməsə qorumayacaq. Deyəcək, məsələn, filan məsələdə müəllim düzdür. Məsələn, tutaq ki, övladı dərsi öyrənmədiyinə görə müəllim onu danlayıbsa, şagirdin istəsə gedəcək, hüququnu qoruyacaq. Müəllimə deyəcək ki, niyə mənim uşağıma məsələn acıqlanmısan? Niyə hüquqlarını tapdamısan? İstəsə gedib hüquqlarını, şagirdin hüquqlarını qoruyacaq. Amma istəməsə də deyəcək ki, öyrənməmsən, tapşırığı yazmamısan, yaxşı eləyib. Müəllim yaxşı eləyib, nə edibsə yaxşı eləyib. Artıq deməli haqq verməyəndə övladına hüququn qorumur. Deməli hüquqların müdafiə istəkdən asılıdır, hüquqdur. Aydındır? Təhsil müəssisəsini, tədris dilini, təmayülü, fakultativ məşğələləri sərbəst seçmək kimin nəyi olar? Sərbəst seçmək şagirdin hüququ olar. Ay, sağ ol. Çünki təhsil müəssisəsini, təmayülü kim seçir? Özü seçir. Bəli, şagird seçir. Yaxşı, bəs yetkinlik yaşına çatmayan övladı üçün təhsil müəssisəsini, tədris dilini sərbəst seçmək? Valideynin hüququdur. Ay, sağ ol. Çünki yetkinlik yaşına çatmayan övladı üçün valideyn seçir. 1-ci, 2-ci sinifdə oxuyan uşaq nə bilsin hansı təhsil müəssisəsi onun üçün faydalıdır?
Yaxşı, övladlarını humanistlik, vətənpərvərlik ruhunda tərbiyə etmək. Valideynin vəzifəsidir. Ay, sağ ol. Çünki adı üstündə, əgər bir insan valideyn adı alıbsa, valideyn deyilirsə ona, o övladını insan ruhunda, humanistlik, vətənpərvərlik ruhunda tərbiyə eləməlidir. Yaxşı. Valideynin təhsil müəssisəsinə könüllü yardımlar etməsi. Hüquq olar, yoxsa vəzifə olar? Təhsil müəssisəsinə könüllü Hüquq yardım. olar da istəsə eləyər, istəməsə Ay, eləyər. sağ ol. Hüquq. Bəli. Çünki həm də təhsil müəssisəsi ilə əməkdaşlıq hüququ idi axı, o da istək idi. İstəsə eləyər, istəməsə eləməz. Yaxşı, demək olar ki, heç nə qalmadı. Hamısını dedik. Sertifikatlaşmada iştirak etmək kimin nəyi olar? Sertifikatlaşmada iştirak etmək. Müəllimin vəzifəsidir. Ay, sağ ol. Çünki istəkdən asılı deyil. Hamı getməlidir. Əgər sertifikasiya imtahanı keçirilirsə, hamı getməlidir. Əks halda getməsə, müəllimlik vəzifəsindən belə deyək də, müəllimlik vəzifəsinə, peşəsinə xitam veriləcək, yəni çıxacaq işdən. Yaxşı. Və sonuncu sualım. Bir sual verim. Aha, Bu bəli. etik davranışlar mövzusundan elə bir testləri işləyəndə orada deyir ki, yəni etik davranışları pozan müəllimin işinə xitam verilir. O yəni düzgündür, elədir. 1 il. Bəli, 1 il işinə xitam verilir. 1 ildən sonra geri qayıda bilər. Şiddətli töhmət verilir də bir növ müəllimə. 1 il uzaqlaşdırılır, amma 1 ildən sonra qayıda bilər. Ömürlük yəni verilmir, 1 il uzaqlaşdırılır. Başa düşdüm. Yaxşı. Təhlükəsiz işlə təmin olunmaq kimin nəyi olar? Təhlükəsiz işlə təmin olunmaq müəllimin hüququdur. Ay, sağ ol. Çünki, baxın, təhlükəsiz şərait hər yerdə yoxdur. Ucqar rayon kəndlərində olan məktəblər var, şəhər məktəbləri var. Hamısının şəraiti fərqli-fərqlidir. Təmirli olan var, təmirsiz olan var. Laboratoriya otaqlarında təhlükəsizlik vasitələri olmayan məktəblər var. Yəni bu o demək ki, şərait fərqlidir. Amma hamı istəyər ki, bütün müəllimlər istəyər ki, yaxşı məktəbdə işləsin də, düzdür, təhlükəsiz şəraitdə işləsin. İstəkdir, hüquqdur. Hamı eyni məktəbdə, eyni şəraitdə olan məktəbdə işləmir. Ona görə təhlükəsiz işlə təmin olunmaq müəllimin hüququdur. Yaxşı, bəs təhlükəsiz şəraitdə keyfiyyətli təhsil almaq kimin nəyi olar? Şagirdin hüququdur. Ay, sağ ol, bəli. Bu da elə bayaq dediyim kimi, bütün məktəblərin şəraiti eyni deyil. Şagirdin hüququdur. Hamı istəyər ki, yaxşı məktəbdə oxusun. Tamamilə doğrudur. Vəssalam. Dərsimiz bu qədər. Sualınız var, Aytən müəllimə? Hər şey aydındır? Bəli, müəllimə, aydındır.